Panik atak və panik pozuntu haqqında nə bilirik? İndi bu mövzu haqqında biraz danışaq. Çünki günümüzdə yetəri qədər insan var ki, bu mövzudan məlumatsızdırlar və ya səhv yönləndirirlər özlərini. Deməli, məsələ nədən ibarətdir? Bir var panik atak, bir var panik pozuntu. Panik atak normal bir reaksiyadır. Panik pozuntu isə müalicə tələb edən bir prosesdir. Biz panik atak keçirdiyimiz zaman hər hansı bir təhlükəli vəziyyət olur və o vəziyyətdə bizim ürək döyüntümüz çoxalır. Həyəcan maksimum səviyyəyə qalxır. Sürətli şəkildə nəfəs alırıq və bu sürətli nəfəs almadan dolayı bir boğulma hiss edirik. Əgər həyəcan dəhşətli artarsa, yəni qorxulu vəziyyət çoxalarsa, hətta bizim huşumuz gedə də bilər anlıq olaraq. Amma qorxmalı qəti deyilik, çünki panik atak insanı öldürmür. Sadəcə bir neçə dəqiqə huşsuz qalırıq, sonradan özümüzə qayıdırıq. Amma panik pozuntu zamanı biz heç bir təhlükəli vəziyyət yaşamırıq. Biz normal həyatımızı yaşayarkən birdən-birə dəhşətli bir həyəcan gəlir və bizə elə gəlir ki, hər an nəsə olacaq, mənə nəsə olacaq, boğulacam və s. İndi məsələ bundan ibarətdir ki, bax, sən ömründə bir dəfə, iki dəfə panik atak yaşayıbsansa, o demək deyil ki, sən panik atak xəstəsisən. Amma məsələ odur ki, sən dəfələrlə bunu desən ki, məndə panik atak var, mən panik atakam. Nə baş verir? Sən zamanla özünü buna inandıra bilirsən. Gələcəkdə hər hansı kiçik stresli vəziyyətlərdə eyni panik atakı yaşaya bilirsən. Ona görə panik atak yaşasan da, əgər qorxulu hadisəyə bağlı olaraq bil ki, burada qorxulu, təhlükəli bir şey yoxdur. Qətiyyən bunu insanlara demə. Çünki insanlara demək sənə kömək eləməyəcək, əksinə insanlar buna qeyri-adi reaksiya verəcəklər və nəticədə sən bir növ özünü bu vəziyyətə sürükləmiş olacaqsan.